İçki içən insanların bəhanələri. Keyfimdə içmirəm ki, dərdimdə içirəm də. Və yaxud da kimisə sataşmıram, kimisə döymürəm, kimsə təhqirləmirəm, kimsə qəlbimi qırmıram, içkimi içirəm də. Mən bir şey başa düşə bilmirəm. Bunlar elə düşünürlər ki, içki içməyən insanların elə bir ki, dərdi, problemi, elə bir ki, maddi sıxıntıları yoxdur da, bircə bunların problemləri vardır, bircə bunların dərdi var da. İslam şəriətinə əsasən bir insan əgər içki içibsə, spirtli, alkoqolü qəbul edibsə, onun 40 gün nə duası, nə də namazı qəbul olunacaq. Nəyə görə? Çünki 40 gün ərzində bədəndə spirt çıxır da ən azından. Vallahi deyirəm, insanlar bu cürlə bəhanə etməklə hara gedirlər. Bir şey ki, Allah bunu haram buyurub, bir şey ki, bu haramdır. Sən bunu halal eləsən də, eləməsən də, bunun qiyamət günündə cəzası var. Sadəcə olaraq insanlar belə işlər eləməklə bəhanə qazanmasınlar. Yaxud da yalandan bir peyğəmbərin adına hədis uydururlar ki, o peyğəmbər bir gün yoldan keçib, içki içənlər yolda görüb, deyib ki, sizə halal olsun. Sonra qaydanda görüblər, davr eliblər, spor eliblər, söyüş söyüblər. Sonra peyğəmbər bunlar qaydıb, deyib ki, bunlar sizə haram olsun. Belə məntiqsizlik eləmək nəyə lazımdır? Yəni, onsuz da bunun ziyanları, fəsadları var da. Sən bunu içsən də, onsuz da pis insan olacaqsan. Fərqi yoxdur, o əməllə baxımında deyil ki. Allah deyir, eləmə, sən deyirsən, eləyirəm. Allah hidayət eləsə, nə demək olar? Valla bəzi insanlar bəlkə də Allahın rəhmətindən naumiddirlər. Bəlkə də Allahın rəhmətindən qafildirlər. Allahın rəhməti nə qədər böyük olduğunu, nə qədər uzaq olduğunu bilsələr, bəlkə də bu işlərlə çəkinərlər. Yəni, mən bu insanları qınamıram. Bəli, düz hərəkət görmürlər. Amma bəlkə də bilmirlər, bəlkə də səhv yoldadırlar, anlamırlar, düşünmürlər. Quran-ı Kərimdə buyurub, əfələ yəqilun, əfələ təfəkkürun. Niyə düşünmürsünüz? Niyə fikirləşmirsiniz? Yəni, sadəcə olaraq insanın düşüncəsə gərək mənliyi, biraz fikri olsun ki, insan bilsin nə eləsin. İçki içməklə sən kiməsə nəsə eləməyəcəksən. And olsun Allaha, elə oğlanı tanıyıram ki, sevgilisindən ayrılandan sonra içki içməyə, pis vərdişlərə adət eləyirlər. Amma halbuki o həmin xanıma və yaxud o həmin insana sən bir şey eləmirsən. Sən öz canıma qəsd edirsən. Sən özü canıma xətərə edirsən. Onun vecinə belə deyilsən. O yeyir, içir, keyf eləyir, əylənir özü üçün. Sən öz canıma qəsd edirsən. Öz canımı məhv edirsən. Öz həyatını bədbəxt edirsən. Ki, sən içki içməklə hər şey düzələcək. Əgər içki içməklə hər şey düzələcək, ona görə hamısı alkaş olaydı ki. Hamısı gərək araq içəydi ki, hamısı şərab içəydi ki, əgər bu həll yoludursa, bu həll yol deyil. Çox əfsus olsun ki, bəziləri bundan da betər damarlarını kəsirlər. Yəni, çox belə deyək, böyük günahlardandır bu. Allah bir insana bir can verib, onda vaxtında təhvil verməlisən. Bəziləri də götürüb intihar edir, özünü asır. Ay qız məni atdı, ay qız yaşaya bilmərəm. Ay sən bədbaxt, sən düşün ki, sən öz ailəvə ziyan verirsən. Sən öz ailəvi düşün. Ondan mindən gələcək, amma sən öldün, getdin, hə, sənin valideynlərin pis olacaq. Sənin sevdiklərin pis olacaq. Ona görə ki, nə əməl edirsinizsə, onu fikirləşin bir 100 dəfə, sonra eləyin o əməli. Bilin ki, bunu eləmək olar, yoxsa olmaz. Bir düşünün, bir fikirləşin. Hələ tez tələmtələsi bu işləri görmək lazım deyil. Allah hidayət eləsin bu cürlə insanlara.